adamın hələ Bakının özündən götürəndə gəzmək istədiyi, dincəlmək istədiyi, ruhən belə rahatlıq tapdığı bir yer var da. Mən də burada öz rahatlığımı tapıram. Bir tərəfdən binalar, bir tərəfdən də ki texnika. Cənnətdir də. Belə yerdə adam mövzun işləməsi neyləsin. Başlayaq. Azərbaycan şəxsiyyətinə salam. Hələ də İran-Amerika-İsrail münasibətlərindəki gərginlik, özü çox ciddi gərginlik davam edir və bir qayda olaraq belə gərginlikləri bir balaca da belə açıq başla müzakirə eləmək üçün qərara gəldik ki, çıxaq hərbi qənimətlər farkına. Burada insan bir növ ilhamlanır. İndi bilmirəm, şairlər nədən ilham alırlar, bəstəkarlar, idmançılar, həkimlər nədən ilham alır. Mənim üçün bura əsl ilhamlanmaq yeridir və burada da bu texnikanın, silahları görəndə getdikcə belə danışmaq istəyirsən ki, nə var, nə yoxdur. Eyni ilə də həmin o silahların hələ ki danışmadığı İran-Amerika münasibətindən. Söhbət nədən gedir? İş arasındadır ki, artıq 60 gün başa çatandan sonra təbii ki, Amerikanın İranla müharibə etmək şansları faktiki olaraq heçə edəcək. Səbəb, Amerika qanunlarına görə, əgər Birləşmiş Ştatlar hansısa ölkə ilə hərbi əməliyyatlar aparırsa, 60 gündən artıq əməliyyatların davam etməsi üçün Konqres icazə verməlidir. Konqresdə düzdür, Trumpın tərəfdarları üstünlük təşkil edir. Amma bu o demək deyil ki, məhz bu üstünlük sonradan səs vermədə özünü həqiqətən real rəqəmlərdə göstərə bilər. Trumpın tərəfdarlarına artıq bir neçə nəfər də bu müharibənin davam etdirilməsinin əleyhinədir. Deməli, burada artıq minus var. İkinci bir tərəfdən, yaddan çıxarmayaq ki, danışıqlar ümumiyyətlə baş tutmur. Səbəb bu və ya digər tərəfi bu danışıqlarda hansı bir razılığa gəlməməsindən gedir. Uitkov və Kuşner aydın məsələdir ki, Amerika tərəfində olan bu iki şəxs yalnız və yalnız danışıqları məhv eləmək üçün nəzərdə tutulan şəxslərdir. Bunlar danışa bilmirlər də. Ona görə onlara baxanda fikirləşsən ki, hardasan ay Madeleine Albright, hardasan ay Colin Powell, onlar vaxtı ikən Amerikanın ən güclü danışa bilən və danışıqlara gedən çox ağıllı şəxslər idi. İndi isə Kuşner, Uitkov, belə də uşaqları bıraxıblar qabağa. Onlar da keçdiyinə bilmiş. İran tərəfi neynədir? İran tərəfindən olanlar, söhbət Abbas Araqçıdan gedir. O, tək başına, yəni Amerika ilə görüşmək şərti ilə yox, tək başına Pakistana gəldi, Pakistandakı rəsmilərlə görüşdü və bir sıra təkliflər irəli sürülür. Təkliflərdən biri nə idi? Donald Trump əgər iki ölkə arasında danışıqların getməsini istəyirsə, özünün çox amansız ritorikasını saxlamalıdır və nisbətən mülayim ritorikaya keçməlidir. Haykü ilə danışmamalıdır və s. və ilaxır. Haykü ilə yəni ki, vurarıq, dağıdarıq, sökərik, parçalayarıq kimi ritorikadan istifadə eləməməlidir və belə olan halda təbii ki, Amerika ilə söhbətə, danışığa getmək olar. Amma aydın məsələdə bu Trumpa xas olmayan bir danışıq tərzidir və ona görə də bu nöqteyi nəzərdən ondan hansısa bir mülayim danışıq tərzini gözləmək müşkül məsələdir. Bu, alınan bir şey deyil. Əmin. İkinci bir tərəfdən, bütün bunların hamısına baxmayaraq, İran hələ də konkret olaraq Hörmüz boğazında minalanma əməliyyatlarını davam etdirir. Və artıq Böyük Britaniyada qəbul edib ki, həmin o ərazidə minalanmış sahələri təmizləmək istəyirsə, Hörmüz boğazından söhbət gedir. Ora minimum bir 6-8 ay vaxt tələb olunacaq. Hələ bu minimumdur. Çünki elementar 20-ci ildən bu tərəfə 5 ildir. Biz Qarabağda minaları təmizləyib qutara bilməmişik. Başqa bir məqam, bu müharibə həm də nəyə göstərir? Düzdür, ona keçəcək. Amma ona keçməmişdən qabaq bir daha yadınıza salmaq istəyirəm ki, bu səhifəyə abunə olursunuz və səhifəyə abunə olandan sonra dərhal qabağınıza, like-ı da qoyursunuz orada, dərhal sizin qabağınıza yeni bir videolar kimi qabağınıza çıxacaq və təbii ki, biz də getdikcə elə işləməklə davam edəcəyik. Bu belə. Hələ bir sual da var, həmin sualı da sizə verəcəm, amma sonda yox, ortalarda verəcəm o sualı sizə. Müharibənin davam etdirilməsi tərəflərə bu dəqiqələrdə sərf eləmir. Hər iki tərəfin vəziyyəti heç də ürək açan deyil. Düzdür, İran durmadan ərazidə bombalanmış zonalarda bunkerlərin ağzını ciddi cəhdlə qazıyaraq oradan yenidən raket və dron sistemlərini çıxartmaqla məşğuldur. Çıxara da bilir və yenidən öz qüvvəsini artırır. Amerika durmadan özünün raket və bomba arsenalını yenidən qüvvətləndirir. Artıq 3 ədəd aviadaşıyıcı gəmi, qruplaşma deyək, 3 aviadaşıyıcı qruplaşma artıq Fars körfəzindədir və onlar da hər an müharibəyə yenidən başlaya bilərlər. Bu artıq təyyarə sayını çox artırıb. Üstə gəl, son məlumatlara görə Fly Radar 24-də baxanda 12 ədəddə
F-18'lər və tankerlər gəldi regiona, durmadan təyyarələrin sayını artırdılar. Raket daşıyan S-1000 gəmiləri orada, 3 ədəd aviadaşıyıcı gəmi orada. Yəni bir sözlə Amerika yenidən həmin o ərazidə müharibəyə başlamağa hazırdır. Amma burada Konqresin razılığı olmalıdır. Burada Donald Trump yenidən əmr vermək iqtidarında olmalıdır. Və təbii ki, İran da belə vəziyyəti çox gözəl, gözün qabağına alaraq durmadan hazırlaşır. Amma bu dəfə artıq müharibənin tamamilə başqa bir formada gedəcəyini gözləmək lazımdır. Bu dəfə artıq istər Amerikada, istərsə də İsrail raketlər, bombalardan başqa elektrik enerjisi infrastrukturunu məhv etmək niyyətindədir. Və orada artıq hansısa dağıdıcı Tomahawk və yaxud da ki, hansısa başqa bir raketlərdən istifadə etmək niyyətində deyilər. Qrafit bombası deyilən bir silah. O nədir? Adi bombadır. Onun içində balaca sub döyüş sursatları var və onların içində çox nazik qrafit saplardır. Və hansısa böyük bir elektrik stansiyası və yaxud yüksək gərginlikli elektrik xəttlərinin üzərində bu bomba atılır, partlayır, açılır, belə deyək. Və həmin o qrafit saplar yüksək gərginlikli xəttlərin üstünə düşür, səpələnir. Və orada qısa qapanma baş verir. Bir var evdə 220 voltda qısa qapanma baş versin. Bir də var çox yüksək gərginlikli elektrik xəttlərində, elektrik stansiyalarında qısa qapanma baş versin. Təsəvvür edirsiniz, bu nə deməkdir və necə böyük bir ərazi elektrik enerjisindən məhrum ola bilər. Elektrik enerjisi sıradan çıxır, yüksək gərginlikli həmin o elektrik xəttləri sıradan çıxır və demək olar ki, ölkənin böyük bir regionlarını sən elektrik enerjisindən məhrum edirsən. Sonradan bunu düzəltmək üçün yenə də vaxt lazımdır, yenə də xəttləri qaydasına salmaq, elektrik stansiyalarını qaydasına salmaq. Buşer Atom Elektrik Stansiyasının üzərində məsələn belə bir qrafit bombası partlasa, təsəvvür edin ki, Buşer Atom Elektrik Stansiyasının işi dayanır. O heç bir yerə elektrik enerjisini verə bilmir. Atom Elektrik Stansiyasının nüvə reaktorda heç nə olmur. Amma Atom Elektrik Stansiyasından ətrafa yayılan o yüksək gərginlikli xəttlər ki var, transformatorlar, xəttlər və s. və ilaxır. Bütün bu infrastruktur tamamilə sıradan çıxır və bununla da Amerika istədiyinə nail olur, ölkənin elektrik infrastrukturunu dağıda bilir. Bəlkə də bunu nəzərə alaraq İranın prezidenti Pezeşkiyan İran xalqına müraciət edərək demişdi ki, elektrik enerjisi ilə bağlı bizim bu dəqiqə problemlərimiz var və ona görə də 10 lampa yandırmaqdansa ikisini yandırın kifayət edir. İqtisadi nöqteyi nəzərdən də İranda vəziyyətin heç də yaxşı olmadığı göz qabağındadır. Düzdür, baxmayaraq ki, orada internet yoxdur və məlumat almaq elə də asan deyil, amma azdan çoxdan o qulağa gəlir, xəbərlər gəlir, çatır və onları da araşdırmaq imkanımız var da. Bakını ona görə sevmək, Azərbaycanı ona görə sevmək lazımdır. Burada hər dindən olan şəxs çox rahat da yaşaya bilir və heç kim ona heç nə deyə də bilməz. Bax, kilsənin səsi gəlir və heç kim də heç nə demir. Hər şey qaydasındadır. Səbəb, Azərbaycan elə ölkədir ki, burada hamı rahat, sakit yaşaya bilər. Heç kim heç kimə barmaq eləməsə ki, onu da eləmirlər, amma bir sıra o toplumu, kütlə ki var, onlar olmasa lap yaxşı olar. Heç yox, eybi yox, problem yoxdur. Söhbət nədən gedir? Söhbət gedir bizim sualımızdan. Bu sualı əslində qalsa bir dəfə vermişdik, amma sonradan o Amerika-İsrail məsələsi düşdü ortalığa və söhbət yarımçıq qaldı. Baxın, D-30 122 mm-lik qaubitsa, söykəndiyim D-1 152 mm-lik qaubitsa. Arxaya baxırıq. D-20, ondan sonra gəlir S-60, ondan sonra gəlir Giatsint. Bütün bu silahların hamısının lüləsində yivlər var. Yiv deyəndə bilirsiniz nəyə nəzərdə tuturam, yəni lülənin içindəki o təsvirlərdə görürsünüz, bax bunlar var. Amma T-72, T-80, T-90, Abrams, canım sənə desən Leclerc, Altay tankı, sonra Koreyaların K2 tankı, onların lüləsində heç birində yiv yoxdur. Niyə? Sual budur. Eləcə də MT-12 topu var 100 mm-lik. Onun da lüləsində yiv yoxdur. Bir səbəbi var. Niyə? Bax, bu sualın cavabını tapın. Hələ də hər iki tərəf düzdür. Danışıqlara getmək istəyir. Amma hər iki tərəf danışıqlara getmək arzusu ilə bahəm eyni zamanda əks tərəfin geri addım atmasını arzulayır.
İran üçün Amerika mütləq öz hansısa bir danışıqlarında yumşaqlığa getməlidir. Eyni ilə də Amerika İranla onu gözləyir. Amma İranda hakimiyyətdə parçalanmanın getdiyini artıq görməmək mümkün deyil. Niyə görə bunu deyirəm? Sepah və Sepah komandanlığı artıq İranda Sepah hakimiyyətdədir. Pezeşkiyan, Qalibov, Arakçı. Bu şəxslər və bu qurumlar arasında artıq boşluğu görməmək mümkün deyil. Və bu nöqteyi nəzərdən Sepah ümumiyyətlə deyir ki, geri addım atmaq olmaz. Yalnız və yalnız sona qədər irəli getmək lazımdır. Amma qalan bu üçlü isə deyir ki, yox, müəyyən şərtlərlə, müəyyən danışıqlara, müəyyən razılıqlara getmək lazım ki, sən bir addım geri atmalısan ki, əks tərəf də bir addım geri atsın və bunun müqabilində təbii ki, vəziyyəti normallaşdırmaq olar. Əks təqdirdə yenə də müharibə olacaq. Sepah da belə verir ki, olsun da mən müharibə istəyirəm də. Və həqiqətən də Sepah müharibə istəyir. Amma axırlarını görürlərmi? Yox. Şurasında bir söz də var, deyirlər ki, o axırını düşünən qəhrəman olmuş. Bu bir nəfərə aiddir də. Böyük bir ölkəni məhv eləmək üçün sən həqiqətən də sonranı görməyi bacarmalısan. Ki, bunu Sepah təəssüf eləyə bilmir. Bu nöqteyi nəzərdən hələ də iki tərəf arasında hansısa danışıqların gedəcəyini gözləməyə dəyməz. Və eyni zamanda Hörmüz boğazı ətrafında baş verənlər də bunu göstərir ki, ciddi problemlər var. Amma burada bir məqam da üzə çıxdı. Mən çox gözəl başa düşürəm ki, biz də farsları, İran ideologiyasının o nəticələrinə görə beyni yuyulmuş şəxslər durmadan İranı müdafiə edir. Və burada əsas olaraq söhbət dinlə gedir. Ki, onların beynin elə yuyublar ki, onlar deyirlər ki, yox, belə deyil, belədir. İran, biz haqq tərəfindəysə, nə bilsən ümumiyyətlə, haqq hansı tərəfdədir? Heç xəbərim var? Yox. Ona görə də danışma. Amma bu müharibə bilirsiniz nəyə göstərdi? Müharibə göstərdi ki, söhbət burada dindən getmir. Bilirsiniz niyə? Bu dəqiqə mən sizə deyim. Müharibə kim kimi ilə iqtisadi nöqteyi nəzərdən bağlıdır, bir, və kim daha çox dediyi sözün üstündə dayanır, iki. Bax, bu məqamlar özünü bir uza verdi. Ərəb ölkələri Amerika və nə qədər də təəccüblü səslənsə, İsrail daha çox müttəfiqdilər. Nəinki Amerika və NATO-nun Avropa ölkələri. Bu əməliyyatlar bütün bunların hamısını göstərdi. Və ona görə də artıq yaxın şərqdə yeni bir koalisiya yaranır. Amerika, İsrail, Ərəb ölkələri. Xristianlar, İudeylər və müsəlmanlar. Din burada rol oynamadı. Burada yeganə rolu oynayır iqtisadi maraqlar. Və eyni ilə də kimə daha çox mən etibar edə bilərəm anlayışı var. Avropa ölkələrinin heç birinə etibar edə bilmədi Amerika. Ərəblərə etibar eləyə bildi, İsrailə etibar eləyə bildi. Ərəblər İsrailə daha çox etibar eləyə bildilər. Çünki İsrailin ərəblərlə bağlı məsələlərdə torpaq iddiası, ərəblərlə bağlı məsələlərdə torpaq iddiası yoxdur. İsrail sübuta yetirə bildi ki, onlar dedikləri sözün üstündə heç nəyə baxmadan dayana bilirlər. Və bu etibarlığı qazanmaq üçün atılan addımlardan biridir. Ərəblər də bunu görür və o nöqtə nəzərdən də İsraillə yaxınlığa, Avraham razılaşması var ha. Oxuyun, fars başları nəzərdə tuturaq. Oxuyun, biləcəyiz Avraham razılaşması nədir? Ona doğru gedirlər. Amerika üçün də regionda bu ölkələrin varlığı və bir yerdə olması vacib aspektdir. Bütün bu məsələlər qutarandan sonra Amerika NATO'nun Avropa ölkələri ilə çox ciddi söhbətlərə başlayacaq ki, lazım olanda sən mənim yanımda deyil, mənim nəyimə lazımsan, mənim yanımda olan Ərəb dövlətləri və İsrail idi. Eyni ilə də həmin o sözləri başqaları deyəcəklər. İran müttəfiq olaraq kimə ən yaxındır regionda? Ermənistana. Deməli, burada da din öz sözünü demədi. Əgər burada din öz sözünü demirsə, niyə görə həmin o farsbaşlar durmadan dini nöqteyi nəzərdən çıxış edirlər? Səbəb birdir, beyinləri yuyulub, düşünmək imkanı yoxdur, söyüş-söyməkdən başqa heç nəyə bacarmırlar. Başqa sözlə desək, bu dəqiqə regionda artıq söhbət dindən yox, qətiyyən qarşılıqlı maraqlardan gedir. Ki, bizim maraqlarımız toqquşur, uyğunlaşır, bərabər gəlir, bir yerdə gələ bilərik, bəli, okey, bir yerdəyik. Din qaldı artıq geridə. İran isə bunu qəbul eləmək istəmir və yaxud qəbul eləyir, daha doğrusu desək, qəbul elədiyinə görə də Ermənistanla müttəfiqdir. Amma kütləni, cahil kütləni əlində saxlamaq üçün çox təəssüflər ki, dindən sui-istifadə edir və söhbət artıq burada Fars-İran dinindən gedir. Fars-İran dilindən, başqa dinlərdən yox. Bax, vəziyyət budur. Belə, elə ona görə də bütün bunların hamısını nəzərə almaq şərti ilə hələ bu həftəni də gözləyirik, görək yaxın şərqdə daha nələr baş verəcək. Hələlik isə salamat qalın. Əsas odur.